Zelenski müharibəni dayandırmaq üçün ciddi güzəştlərə artıq hazırdır. Bununla bağlı Birləşmiş Ştatların məşhur Newsweek nəşri məlumat yayıb. Söhbət hansı güzəştlərdən gedir? Söhbət Ukraynanın hazırda Donbası nəzarət altında saxladığı 20%-dən gedir və Newsweek nəşrinin iddiasına görə Zelenski həmin ərazilərdən çəkilməyə hazırdır. Ərazi güzəştinə hazırdır. Hazırda, amma bəzi şərtləri var təbii ki. Burada demilitarizasiya olunmuş zona yaradılmalıdır və Rusiyada güzgülü şəkildə ərazilərdən geri çəkilməlidir. Məhz bu şərtlər daxilində Zelenski bu prosesə deməli razılıq verir. Təbii ki, bu rəsmi açıqlama deyil, Newsweek-in öz mənbələrinə istinadən yaydığı məlumatdır. Nəşr qeyd edir ki, ümumiyyətlə bu bəyanat Ukrayna rəhbərliyi üçün çox mühüm güzəşt sayılır. Çünki söhbət Kiyevin əvvəllər nəzarətdən çıxmasını qəti şəkildə rədd etdiyi ərazilərdən və infrastruktur cəhətdən eyni zamanda önəm cəhətdən xüsusi bir regiondan gedir. Newsweek vurğulayır ki, Zelenskinin təşəbbüsü daxili və xarici siyasətdə yüksək risklər daşıyır, amma buna baxmayaraq uzun müddətli münaqişə üçün siyasi həll yolu tapmaq cəhdini özündə əks etdirir. Biz bilirik ki, son vaxtlar Birləşmiş Ştatların təşəbbüsü ilə Birləşmiş Ştatlar Ukrayna, Birləşmiş Ştatlar Rusiya danışıqları gedir, ümumiyyətlə Ukrayna müharibəsinin dayandırılması üçün. Amma ötən gün Bloomberg agentliyi maraqlı bir məqalə dərc elədi və bu məqalə Kremlə yaxın olan mənbəyə istinadən yazıldı və qeyd edildi ki, hazırda Trumpın sülh planı var, bilirsiniz, 20 bəndə qədər azaldıldı. Amma Kremldə bunu yekun sülh müqaviləsi, əgər sülh müqaviləsi, sülh sazişi olacağını düşünmürlər. Çünki 20 bəndli planın özündə belə Rusiyanı qane etməyəcək bir çox müddialar var. Bəs nədən ibarətdir bu müddialar? İlkin mərhələdə Rusiyada hesab eləyirlər ki, sülh planında NATO-nun şərqə doğru genişlənməyəcəyinə dair hər hansı zəmanət yoxdur. Bu proses sülh sazişində əks etdirmir özünü. Trumpın sülh planında bu narahatlıq doğuran məqamlardan biridir. Digər məsələ Ukraynanın Avropa İttifaqına qoşulacağı təqdirdə Kiyevin neytral statusunun necə qorunacağı məsələsi sülh planında əks olunmayıb. Növbəti məsələ Ukraynanın şəxsi heyətinin, yəni ordunun sayının müəyyənləşdirilməsidir. Bununla bağlı yekun konsensus əldə olunmayıb tərəflər arasında və Kiyevin əlində olan, Ukraynanın əlində olan silahlara necə nəzarət olunacaq, necə deməli bu silahların gələcəkdə istifadəsinin qarşısını alacaqlar. Qərb ölkələri, eyni zamanda Birləşmiş Ştatlar bu sülh planında əks olunmayıb, deyir rəsmi Moskva. Eyni zamanda Rusiya tərəfini həmçinin Ukraynada rus dilinin statusu ilə bağlı bir sıra məsələlər narahat eləyir. Sülh planında bu məsələ ilə bağlı aydın öhdəliklərin olmaması, eyni zamanda Rusiyaya bu vaxta qədər tətbiq olunan sanksiyaların ləğvinə dair məsələlər, həmçinin bu vaxta qədər biz bilirik ki, Avropada Rusiyanın kifayət qədər böyük həcmdə dondurulmuş aktivləri var və bu aktivlərin Rusiyaya qaytarılması mexanizmi öz əksini tapmayıb, deməli, Trumpın sülh planında. Bu səbəbdən Kremldə hesab eləyirlər ki, bu yekun sülh sazişi anlamına gəlməməlidir. Bu, Ukrayna tərəfi üçün vacib bir məsələdir, amma Rusiya tərəfi bunu geniş şəkildə öyrənəcək. Sülhün və yaxud atəşkəsin ilkin mərhələsi kimi qəbul oluna bilər də. İndi davamlı yəqin ki, digər sənin də qeyd elədiyin məsələlər də necəsə uzlaşılmalı olan məsələlərdir. Bəli, məhz Bloomberg agentliyinin paylaşımına əsasən bu yekun sülh sazişinin əldə edilməsi istiqamətində ilkin addımlardır. Davam edirik Avropa ilə. Macron, Birləşmiş Ştatlar prezidenti daxil olmaqla Birləşmiş Ştatları Avropanı qorxutmaqda ittiham eləyib. Bir müddət bundan öncə Birləşmiş Ştatlarda Avropanın bir sıra rəsmilərinə qarşı sanksiyalar tətbiq olunub, viza məhdudiyyətləri daha doğrusu tətbiq olunub və bu səbəbdən Macron X hesabında ittihamlarla çıxış eləyib və bildirib ki, Avropa İttifaqının rəqəmsal məkanı tənzimlənən qaydaları var və bu proses kənardan diktə edilə bilməz. Bu, Avropa ölkələrinin rəqəmsal suverenliyi məsələsidir və tənzimləmə sahəsində müstəqilliyini qorumaqda davam edəcəklər Avropa ölkələri. Mən Trumpdan danışdım.
Az öncə bilirsiniz, Trump hakimiyyətə gəldikdən sonra Birləşmiş Ştatların Qrenlandiyanı ilhaq etmə məsələsi gündəmdə idi. Bəzi nəşrlər bu barədə yazırdı. Və son yayılan məlumatlara görə, daha doğrusu Trumpın Qrenlandiyadakı xüsusi nümayəndəsinin açıqlamasına görə Trumpın belə bir planı yoxdur. Trump Qrenlandiyanı fəth etmək istəmir. Nümayəndənin bildirdiyinə görə Amerika deyir ki, biz azadlığı təmsil edirik, iqtisadi gücü təmsil edirik və təhlükəsizliyi təmsil edirik və bu açıqlamadan sonra Danimarka hakimiyyəti Trumpın ABŞ-ın Qrenlandiyadakı maraqları ilə bağlı bəyanatına cavab verib. Mən kiçik bir xatırlatma istəyirəm ki, Donald Trump 22 dekabr tarixində Jeff Landry, Qrenlandiyadakı xüsusi nümayəndəni təyin edib bu vəzifəyə. Çünki Birləşmiş Ştatlar indiki mərhələdə hesab edirlər ki, Birləşmiş Ştatların Qrenlandiyadakı maraqları genişlənməli və maraqları kifayət olacaq şəkildə qorunmalıdır, təmin olunmalıdır. Bəli, danışdıq müəyyən qarşıdurmalardan ən vacibi hesab olunanlardan biri də Rusiya-NATO qarşıdurmasıdır. Son aylarda, xüsusilə Ukrayna müharibəsi başladıqdan sonra qərb ölkələrində hesab eləyirlər ki, Rusiya yaxın gələcəkdə NATO ölkələrinin birinə də hücum eləyə bilər və The Economist daha çox Polşa olacağı ilə bağlı iddialar kifayət qədər çoxdur. Çünki biz bilirik ki, Polşanın da Rusiya-Ukrayna məsələsində də Ukrayna tərəfdən bu yaxşı mənada da, yəni təbii ki, öz mövqeyindən baxanda canfəşanlığı da biraz bunu göstərir. Həmçinin yaxın ərazilər olduğu üçün, yəni Ukrayna, Polşa bunlar bilirik ki, həm sərhəd ölkələrlə, hətta biz bilirik bu məsələdə Pribaltika ölkələrinin də belə narahatlıqları var. Ona görə, yəni düzdür, biz həmişə görmüşük, istər Peskov olsun, istər Putin olsun, ümumiyyətlə rəsmi Kreml həmişə bunu təqzib edib ki, bizim belə bir fikrimiz yoxdur. Bu açıqlamalar yalnız avantüradır və s. və ilaxır. Amma təbii ki, Avropa tərəfinin narahatlıqları hələ də davam edir. Baltikanı ölkələri qeyd etdiniz və The Economist nəşri qeyd edir ki, Rusiya və NATO arasında mümkün qarşıdurma məhz Baltik dənizi ətrafında bu ərazidə baş verə bilər. Nəyə görə? Çünki Baltik dənizini qorumaq çətindir NATO ölkələri üçün. Baxmayaraq ki, Baltik dənizini əhatə edən bütün ölkələr Rusiya istisna olmaqla NATO ölkələridir. Buna baxmayaraq, ərazi cəhətdən və infrastruktur cəhətdən bu dənizi qorumaq çətindir. Eyni zamanda bu dənizin dibi ilə mühüm infrastruktur bu vaxta qədər qurulub. Nə yerləşir orada? Məsələn, Baltik dənizinin dibi ilə Baltik Connector, Finlandiya və Estoniyanı, eyni zamanda Norveçdən Polşaya uzanan qaz kəmərləri yerləşir. Eləcə də elektrik və rabitə kabelləri keçir. Həmçinin sahil boyu ərazilərdə 10 ədəd maliyyələşdirilmiş təbii qaz terminalları enerji resursları baxımından da çox vacib strateji bir yerdir. Bəli, və qeyd olunur ki, Baltik dənizində klassik dəniz hərbi gücü baxımından NATO-nun açıq üstünlüyü var. Bu açıq-aşkardır. Amma buna baxmayaraq Rusiya bu ərazidə kifayət qədər xaos yaratmaq üçün vasitələrə malikdir və bu səbəbdən son vaxtlar bəzi ölkələr bu istiqamətdə Baltik dənizinin qorunması istiqamətində bir sıra addımlar atmağa başlayıblar. Hətta bir məsələ var. Bu biz hər nə qədər bir çox xarici nəşrlərdə də bunu izləyirik. Sosial şəbəkələrdə də, xüsusən X platformasında ki, özləri belə deyək, rəsmi şəxslərin hesabları var və onlar paylaşımlar eləyirlər. Təbii ki, Rusiya iqtisadiyyatı ilə bağlı müxtəlif fikirlərdə olanlar var, sənayesi ilə bağlı müxtəlif fikirlərdə olanlar var. Sanksiyalar nə dərəcədə təsir eləyir, eləmir bu barədə, amma biz bilirik ki, tarixən və indi də istənilən halda hərbi gücü kifayət qədər yaxşı səviyyədədir. Həm əhalisi çoxdur, ərazisi böyükdür, belə deyək, müdafiə sənayesi sahəsində bir çox yeniliklər eləyib, öz silahları da var, hətta bəzən bu silahların satışı ilə də məşğul olur. Orada, yəni hərbi gücü, uzun sözün qısası, kifayət qədər yaxşıdır Rusiyanın. The Economist nəşri qeyd eləyir ki, 2023-2024-cü illər ərzində Baltik dənizi regionu ətrafında 11 hadisə baş verib ki, bunu Rusiya ilə əlaqələndirirlər, Rusiyanın kölgə donanması ilə əlaqələndirirlər. Məsələn, ötən il Finlandiya və Estoniya arasında elektrik kabelinin zədələnməsi baş vermişdi və bu prosesin təmiri, zədələnmənin aradan qaldırılması aylar çəkmişdi və araşdırmalar nəticəsində məlum olmuşdu ki, ərazidə Çin bayrağı altında üzən bir
gəmi olub və bu gəmi 6 tonluq lövbərlə hərəkət eləyib və bəzi ehtimallara görə qəzanın bu səbəbdən baş verməsi ehtimal olunur. Mən az öncə qeyd elədim, bir sıra ölkələr Baltik dənizinin qorunması istiqamətində Rusiyaya qarşı gələcəkdə mümkün deməli təxribatların qarşısını almaq üçün bir sıra proseslər həyata keçirirlər, bir sıra addımlar atırlar. Məsələn, Polşa Saab şirkətindən Baltik şəraiti üçün uyğun hesab edilən 26 tipli yeni sualtı qayığın alınmasına təxminən 3 milyard dollar ayırmaq qərarı verib və 2030-cu ilə qədər bu proses yekunlaşması planlaşdırılır. 2030-da başlayacaq və elə 2030-da yekunlaşacaq. Eyni zamanda 2025-ci ilin əvvəlindən Şimali Atlantika Alyansı Baltik mühafizəsi əməliyyatına start verərək patrul fəaliyyətini artırıb bu istiqamətdə. Danimarkada müəyyən işlər görür. Skagen bölgəsində tanker daşımalarına nəzarəti sərtləşdirilib və proseslərdən biz görürük ki, artıq çox ehtiyatla yanaşırlar bu məsələyə və əvvəlcədən preventiv tədbirlər görülməsi üçün müəyyən addımlar atırlar. Biz Baltikyanı ölkələrdən danışdıq. Avropada təkcə Baltikyanı ölkələr yox, digər ölkələr, xüsusilə Rusiya yaxınlığında yerləşən Finlandiya kimi bir ölkə Rusiya ilə mümkün müharibəyə hazırlaşır. Ən azından The National Interest nəşri bu barədə məlumat yayıb və bu istiqamətdə bir sıra layihələri var Birləşmiş Ştatlarla, bir sıra iri həcmli müqavilələri var. Onlardan bəziləri hərbi hava qüvvələrinin gücləndirilməsi, eyni zamanda məsələn yeni F-35A Lightning 2 növlü qırıcıların alınması üçün layihələrin həyata keçirilməsi nəzərdə tutulur Finlandiya və Birləşmiş Ştatlar arasında. Məndən isə dostlar, bu dəfəlik bu qədər. Təşəkkür edirik. Çox sağ olun, təşəkkür edirik. Hörmətli izləyicilər, xəbərin zamanını izləyirdiniz. Dünyada və regionda baş verən prosesləri bilmək üçün bizi izləməyi unutmayın. Sağ olun, salamat qalın.